Salam hörmətli izləyicilər. Nəzərə çatdırım ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bu günlər biz Göyçayın Çərəkə kəndindəyik. Yəni Göyçayın Çərəkə kəndindən bizə kənd sakinlərinə müraciət olundu ki, Göyçayın Çərəkə kəndində bir saylı orta məktəbin qarşısında piyada xəttinin çəkilməsi ilə əlaqədar, yəni burada süni qurğuların qoyulması və piyada xəttinin çəkilməsi ilə əlaqədar. Və biz gəldik oradan da burada baxdıq, gördük ki, ehtiyac var. Mən indi bu məsələni çəkib adəti qurumlara təqdim edəcəm. Yəni Yol Üstü Nəqliyyat Agentliyindən xahiş edəcəm ki, bu işdə kənd sakinlərinə köməklik göstərilsin. Bəli, gördüyünüz kimi, bax, bu Çərəkə bir saylı orta məktəbidir. Siyavuş Mirzəyev adına olan, şəhidimizin adına olan məktəbdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və bu avtobus dayanacağı məktəbin qarşısında düz məktəbdən üzbəyüzdür. Yəni gördüyünüz kimi məktəbdən üzbəyüzdür və burada piyada xətti çəkilməyibdir. Və buradan avtomobillərin hərəkəti çox sürətləndir. Bəzi sürücülər qanunlara riayət eləmirlər, sürətlə avtomobili idarə edirlər. Bu isə uşaqların həyatına böyük bir təhlükə yaradır. Amma burada nişan qoyulsa da orada göstərilir. Lakin yenə də bu piyada xətti burada çəkilməyibdir. Yəni piyada zolağı. Ona görə də biz Yol Üstü Nəqliyyat Agentliyinə xahiş edək ki, bu işdə köməklik göstərsinlər. Burada süni qurğunun quraşdırılması, yaxud da burada bu dayanacaqla məktəb arasında heç olmasa bu piyada xəttinin çəkilməsi təmin olunsun. Biz bunu çəkib ictimaiyyətləşdirdik və adəti qurumlara çatdırdıq. Hətta burada kənd sakinlərindən də var və onlar da xahiş edirlər ki, bu işdə dəstək özünüzü təqdim edin. Daşdəmirov Adil. Mən də xahiş edirəm ki, bizim bu məktəbimizin qarşısında piyada keçidi qoyulsun. Burada təhlükə var. Burada maşınlar sürətlə gedir. Cəmaatın balası təhlükədə qalmasın. Xahiş edirik bu piyada keçidinin qoyulmasına köməklik edək. Bəli, gördüyünüz kimi bəli, Adil qardaşımız da xahiş etdi ki, burada piyada xətti mütləq quraşdırılmalıdır ki, heç olmasa o xətti görən sürücülər məsuliyyət hiss eləsinlər və sürətlərini azaltsınlar ki, buradan bizim yəni məktəbdən çıxan hər bir tələbə, müəllim kim olursa olsun, yəni təhlükəsizlik təmin olunsun və sürəti azaltsınlar burada. Düşünürəm ki, bizim bu çəkilişdən sonra bizim adəti qurumlar hərəkətə keçəcək. Bu məsələ tezliklə öz həllini tapacaq. Çünki Azərbaycan hüquqi bir dövlətdir. Bizim dövlət başçımız, Ali Başkanımız, Cənab Prezident İlham Əliyevin bütün göstərişləri yerlərdə dərhal belə deyək, icra olunmalıdır. Hər kəsə işində uğurlar diləyirəm. Diqqətiniz üçün təşəkkür edirəm.